Son illərdə Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı məsələsində daimi ehtiyatlı və əksər hallarda negativ mövqe nümayiş etdirib. Rəsmi Brüssel bunun Avropa fermerlərinin maraqlarına və yerli istehsalçıların rəqabət qabiliyyətinə zərbə vura biləcəyini əsas gətirib. Bu məsələdə uzun müzakirələr aparılır, üzv dövlətlərin razılığı və konsensus axtarılırdı. Lakin Ermənistanla bağlı yanaşma tamamilə fərqli görünür. Ermənistan məhsullarının Avropa bazarlarına çıxışı və İrəvana milyonlarla avro həcmində maliyyə dəstəyinin ayrılması məsələlərində Avropa Komissiyasının sədri Ursula von der Leyen daha sərbəst davranır və üzv dövlətlərin mövqelərini gözləmədən qərarlar qəbul edir. Adətən Avropa İttifaqı məhsulların keyfiyyətindən tutmuş ölçü və formasına dək ən xırda detalları tənzimləyən ciddi norma və standartların vacibliyini vurğulayır. Ancaq Ermənistan məsələsində həmin standartların və prosedurların arxa plana keçdiyi barədə suallar yaranır. Ursula von der Leyen'in yanaşması və prinsip etibarilə müraciəti Avropa İttifaqının qanunvericiliyinə ziddir. Yəni nəticə etibarilə burada vahid fitosanitar yanaşması, gömrüklə bağlı olan ümumi qanunlar var ki, bütün Avropa İttifaqı ərazisində qəbul olunur. Amma Ermənistana yanaşmada isə bu fərqli bir yanaşmanın ortaya çıxdığını, mövqeyin ortaya çıxdığını şahid oluruq. Ermənistan məhsulları ilə bağlı hansı alternativlərin əldə edilməsi məsələsində bu şübhəsiz ki, ikili standartdır və bu bir daha siyasi maraqların Avropa İttifaqının ümumi qanunvericiliyinə zidd olaraq tətbiq olunmasından xəbər verir. Eyni zamanda Ukraynaya münasibətdə biz tamamilə fərqli bir yanaşmanın ortaya çıxdığını şahid oluruq. Halbuki bugün Ukraynada baş verənlərin müəyyən bir hissəsində də bilavasitə Avropa İttifaqı məsuliyyət daşıyır. Bu vəziyyət Avropa İttifaqında qərarların vahid qaydalar əsasında deyil, siyasi məqsədlərdən çıxış edərək qəbul edildiyi barədə iddiaları gücləndirir. Siyasi analitiklər bunu Ursula von der Leyen rəhbərliyi dövründə Avropa institutlarında mərkəzləşmiş idarəetmənin və demokratik mexanizmlərin zəifləməsinin göstəricisi kimi təqdim edirlər. Ukraynaya hal-hazırda yardım edilməsinə daha böyük ehtiyac var. Ukraynaya bağlı yardım paketlərinin zaman gözlədiyi halda və prinsipi etibarilə uzun-uzadı müzakirələrə səbəb olduğu halda Ermənistana münasibətdə yeni yanaşmanın sərgilənməməsi tamamilə geosiyasi bir maraqlardan çıxış edərək sərgilənən bir mövqedir. Əslində bu qəbildən olan yanaşmalar istər Ursula von der Leyen'in və onun təmsil etdiyi təsisatın bölgədə sülhün, əmin-amanlığın təmin olunmasında, qorunmasında maraqlı olmadığını, bərabər hüquqlu tərəfdaşlığa üstünlük vermədiyini və Cənubi Qafqazda da öz maraqlarına uyğun olaraq xansa forpost statusunun müəyyənləşdirilməsi istiqamətində addımlar attığını sübut edir. Bu kontekstdə Avropadakı erməni lobbi dairələrinin fəallığı, eləcə də müxtəlif xarici təsir mərkəzlərinin Avropa siyasətinə təsirlə bağlı müzakirələr də gündəmə gətirilir. Xüsusilə Luis Moreno Ocampo kimi şəxslərin Avropa siyasi dairələrindəki əlaqələri barədə iddialar xatırladılır. Onların təkcə Josep Borrell ilə deyil, həmçinin dolayısıyla Ursula von der Leyen və Roberta Metsola kimi yüksək vəzifəli Avropa rəsmilərinin təsir imkanları haqqında fikirlər səsləndirilir. Qeyd etmək lazımdır ki, bu iddialar siyasi qiymətləndirmələr xarakteri daşıyır və onların obyektiv sübutlarla təsdiqlənməsi ayrıca araşdırma mövzusudur.